Albert Bandura tərəfindən irəli sürülən sosial öyrənmə nəzəriyyəsi nəyi nəzərdə tutur? Nəzərdə tutur ki, insan, uşaq və yaxud müşahidə, təqlid, modelləşdirmə yolu ilə öyrənə bilir. O, bir hərəkəti başqalarından görür və onu eyni ilə təkrar edir. Məsələn, eyni zamanda başqalarından görür, təkrar edir. Əgər biz istəyiriksə ki, həmin bu uşaq təqlid əsasında gördüyünü təkrar edir, onu davranışını öz davranışlarında göstərəcəksə, burada diqqətli olmalıyıq ki, sonda mükafatlandırmadan və yaxud cəzalandırmadan istifadə edək ki, şagird anlasın ki, daha doğrusu uşaq anlasın ki və yaxud mükafatlandırılmadan istifadə edirsə, deməli şagird bunu davranışında və ya uşaq bunu davranışında mütəmadi olaraq göstərə və təkrarlaya bilər. Ancaq o müşahidə edəcək ki, tutaq ki, özündən böyük və ya öz yaşlı bir hərəkəti edir, sonunda cəzalandırılır və o öz hərəkətində buna yol verməyəcək, təkrarlamayacaqdır. Bir sözlə, Bandura nəzəriyyəsi sadə dillə izah etsək, nəzərdə tutur ki, insan təqlid yolu ilə öyrənir. Başqalarından görür, eynisini təqlid edir. Və biz böyüklər və yaxud da valideyn olsun, burada müəllim olsun, çalışmalıdır ki, əgər müsbət davranış göstərilmişdirsə, həmin müsbət davranışın sonunda mükafatlandırmadan istifadə edək ki, digər, yəni tutaq ki, məsələn, qardaş olsun, digər sinif yoldaşı olsun, eyni hərəkəti müşahidə etdi, mükafatlandırma varsa, o da çalışacaq ki, öz hərəkətində eynisini təqlid etsin. Əgər yanlış hərəkətdir və biz bunun qarşısını almaq istəyiriksə, bunu ətrafdan müşahidə edən şagird və ya uşaq bilməlidir ki, yanlış hərəkətdir. Bunun üçün biz cəzalandırmadan istifadə etməliyik ki, şagird bunu anlasın və öz hərəkətində təkrarlamasın, buna yol verməsin. Eyni zamanda Bandura nəzəriyyəsinə görə deməli, öyrənmənin 3 modeli vardır. Canlı model, simvolik model və sözlü təlimat modeli. Canlı model insandır. Uşaq tutaq ki, başqa yoldaşından görür və yaxud da böyüklərdən görür, eynisini təkrar edir, təqlid edir. Simvolik model dedikdə burada hər hansı bir, tutaq ki, televiziyada gördüyü hərəkətləri nəzərdə tuta bilərik və yaxud da ki, müxtəlif sosial platformalarda, məsələn, uşaq YouTube'da müəyyən bir videolara baxır, hal-hazırda da biz bunu daha çox valideynlər olaraq bundan narazıyıq. Məsələn, YouTube'da baxır, eyni hərəkəti biz şagirdin davranışında müşahidə edirik. Bax, bu Bandura nəzəriyyəsinə görə simvolik modelə aiddir. Sözlü təlimat modelində isə artıq tutaq ki, şifahi formada davranışlarla bağlı təlimat vasitəsilə uşaq öyrənir və təqlid edir. Bir sözlə, Bandura nəzəriyyəsinin əsasında müşahidə və təqlid dayanır. 3 modeli mövcuddur. Canlı model insan, simvolik model televiziya verilişləri, YouTube, müxtəlif sosial platformalar və s. Sözlü təlimat modeli davranışla bağlı olan təlimat vasitəsilə, şifahi tutaq ki, təlimatlar vasitəsilə öyrənməni nəzərdə tutur. Deməli, müəllimlər, biz burada adını çəkə bilərik Babadol təcrübəsini belə qısa olaraq desək. Burada tutaq ki, oyuncaq qoyulur. Bu oyuncağa qarşı böyüklər tərəfindən göstərilən o rəftarı müşahidə edən kiçiklər eynisini təqlid edir, təkrar edir. Bax, bu həmin Babadol oyuncağına qarşı göstərilən həmin o fiziki və yaxud da verbal zorakılığın təkrarlanması Bandura nəzəriyyəsini deyək ki, əsasını təşkil edir, təsdiqləmiş olur. Biz qeyd etdik ki, uşağa mükafatlandırma yolu ilə eyni hərəkətin təkrar olunmasını təmin edə bilərik. Bunun üçün, deməli, uşaqda biz 4 əsas tutaq ki, mərhələni formalaşdırmalıyıq. Yəni, bir hərəkətin təkrar olunması üçün 4 əsas şərt vardır. Diqqət, ikinci saxlama, reproduksiya, motivasiya. Gəlin ayrı-ayrılıqda baxaq. Diqqət dedikdə onu nəzərdə tuturuq ki, uşaq nəyisə müşahidə etdiyi zaman onu öyrənmək üçün diqqətli olmalıdır. Hansı ki, tutaq ki, onun kənardan eşitdiyi hər hansı bir səslər olsun, hər hansı bir xarici təsir olsun və s. diqqətini yayındıran hər hansı bir xarici amillər öyrənmə prosesini mənfi təsir göstərəcəkdir. Ona görə də uşaq bir şeyi təqlid yolu ilə öyrənirsə, birinci əsas şərt burada olacaqdır diqqətin qorunmağı. İkinci saxlama. Uşaq diqqətli oldu, müşahidə etdi. Saxlamada isə onun öyrəndiyi yeni bir hərəkəti yadında saxlaması, yadında saxlamaq bacarığı nəzərdə tutulur. Hansı ki, əgər şagird diqqətli olur, ancaq onu yadında saxlaya bilmirsə, deməli, onu növbəti hərəkətlərində təkrarlaya da bilməyəcəkdir. Beləcə, diqqətli olmalıdır, yadında saxlamalıdır.
daha sonra tətbiq etməyi bacarmalıdır. Hansı ki, uşaq müşahidə etdiyi davranışı öz hərəkətlərində göstərməlidir. Tutaq ki, müsbət davranışları öz hərəkətində göstərir. Onu öz hərəkətlərində tətbiq edir və bu zamanla həmin artıq çevrilir bacarıq halına. Beləcə müsbət davranışlar inkişaf etmiş olur. Ən son mərhələdə isə motivasiya. Motivasiya isə müşahidə zamanı öyrənilən həmin bu davranışın, tutaq ki, yəni davranışın təqlid etmək üçün motivasiyalı olmaq deməkdir. Biz burada, bax, indi gələcəyik yenə də əvvəldə danışdığım mükafatlandırma və cəzalandırma məsələsinə. Əgər biz istəyiriksə ki, şagird və yaxud da uşaq bir müşahidə etdiyi hərəkəti daimi olaraq öz hərəkətlərində təqlid etsin, təkrar etsin, özünküləşdirsin. Həmin, tutaq ki, bir nümunə ilə bunu daha yaxşı izah etmək yaxşı olardı. Məsələn, uşaq qardaşından görür ki, qardaşı evdə, tutaq ki, oyuncaqlarını yığışdıran zaman anası onu tərifləyir, əlavə olaraq tutaq ki, parka gəzməyə aparır və kiçik qardaş bunu müşahidə edir. O anlayır ki, bu oyun zamanı dağıtdığımız oyuncaqları yığmaq müsbət davranışdır. Ona görə də onun qardaşı mükafatlandırıldı. Növbəti zamanlarda o da oyuncağını başlayır yığmağa. Biz onda artıq uşağa motivasiya vermiş oluruq ki, onu təşviq edirik, növbəti davranışlarında müsbət təqlid etdiyi, müşahidə etdiyi müsbət davranışları təkrarlasın. Eyni zamanda ola bilər ki, edilmiş hərəkət yanlışdır. Məsələn, uşaq oyuncaqlarını oyundan sonra yığmır. Bunun üçün müxtəlif cəza tədbirlərinin evdə istifadə edilməsində müşahidə edən qardaşı anlayacaqdır ki, bu yanlış hərəkətdir və mən öz davranışımda buna yol verməyəcəm. Yəni, verməli deyiləm. O, yəni artıq gördü ki, qardaşı cəzalandı. O, bu cəzalandırmanı müşahidə etdi, yanlış hərəkət olduğunu bildi. O artıq öz oyuncaqlarını başlayır yığmağa. Yəni, anladı ki, bu yığmamağın, ya daha doğrusu öz oyuncaqlarını yığmamağın nəticəsi cəzalandırmaqdır. Bir sözlə, burada deməli, başqaları tərəfindən mükafatlandırılma və ya cəzalandırılma o uşağın müşahidə etdiyi hərəkətin doğru və ya yanlış olduğunu anlamasına gətirib çıxarır və biz bununla uşağa motivasiya vermiş oluruq ki, o növbəti davranışında düzgün formada bunu təqlid etdiyi, müşahidə etdiyi hərəkəti öz davranışlarında göstərə bilsin. Bir daha təkrarlayıram. Bandura müşahidə əsaslı öyrənməni nəzərdə tutur. Canlı model, simvolik model və sözlü təlimat modeli vardır. Əgər biz istəyiriksə ki, şagird və yaxud da uşaq öz davranışında müşahidə etdiyi hər hansı bir hərəkəti təkrarlasın, bunun üçün onun deməli 4 əsas şərtə diqqət yetirməliyik. Diqqət, saxlama, reproduksiya və motivasiya. Diqqət dedikdə xarici təsirlərin, xarici amillərin nəzərə alınmadan şagirdin diqqət olunması, yəni diqqətlə izləməsi, müşahidə etməsi həmin hərəkəti, saxlama dedikdə onun yadda saxlaması bu hərəkəti, tətbiq dedikdə öz davranış nümunəsində göstərməsi və ya reproduksiya, motivasiya dedikdə isə mükafatlandırılma və ya cəzalandırılma yolu ilə hərəkətin doğru hərəkətin şagirdin davranışında təkrarlanmasına təşviq edilməsi nəzərdə tutulur. Qısa olaraq bu olacaqdır Bandura nəzəriyyəsi. Deməli, Bandura nəzəriyyəsindən sonra operant şərtlənmə. Operant şərtlənmədən biz danışdıqda, deməli, operant şərtlənmə qeyd edək, aid olacaqdır Skinnerə, hansı ki, burada əsas məsələ nədən ibarətdir? Skinner nəzərdə tutur ki, əgər insan bir hərəkəti göstərirsə, biz bunu yanlış və ya doğru olduğunu həm mükafatlandırma, həm cəzalandırma yolu ilə ona anlada bilərik. Bu mükafatlandırma da, cəzalandırma da həm pozitiv, həm negativ ola bilər. Və yaxud da ki, burada mükafatlandırılma və cəzalandırma nədir? Mükafatlandırma dedikdə növbəti addımlar üçün insanın, uşağın stimullaşdırılması nəzərdə tutulur. Cəzalandırma dedikdə isə, tutaq ki, şagird yanlış bir hərəkətə yol vermişdir. Biz bunun qarşısını almaq istəyiriksə, cəzalandırmadan istifadə etməliyik. Bir sözlə, arzu olunan hərəkətin davamlı olmasını təşviq etmək üçün mükafatlandırmadan, arzu olunmayan davranışın
qarşısını almaq üçün cəzalandırmadan istifadə etməliyik. Və Skinner nəzərdə tutur ki, həm mükafatlandırma, həm də cəzalandırma həm pozitiv, həm negativ ola bilər. Hansı? Bunu müəllimlər məsələlərdə adətən tutaq ki, belə qarşınıza çıxanda sizin diqqət yetirməli olduğunuz nədir? Yəni necə ayırd edə biləcəksiniz ki, bu negativ cəzalandırmadır, yoxsa pozitiv cəzalandırmadır? Və yaxud da negativ mükafatlandırma, yoxsa pozitiv mükafatlandırmadır? Bir dənə əsas burada cümlə var ki, səsləndirə biləcəyim. Əgər baxırsınız cümləyə, şagirdin tutaq ki, gözəl bir iş görüb, alqışa təqdirə layiqdir, mükafatlandırılmalıdır. Əgər onun gördüyü işə əlavə nəsə olunursa, deməli bu pozitiv olacaqdır. Onun gördüyü işdən, yəni müsbət bir davranış göstərib, o müsbət davranış göstərdiyinə görə nə isə əksildiriksə, çıxırıqsa, bu olacaqdır negativ mükafatlandırılma. Və yaxud da şagird arzu olunmayan bir hərəkət göstərmişdir. Biz onu cəzalandırmaq üçün yenə pozitiv və negativ cəzalandırmadan istifadə edə bilərik. Yenə də eyni ilə, əgər biz şagirdin gördüyü işə nə isə əlavə ediriksə, bu olacaqdır pozitiv cəzalandırma. O nə isə səhv etmişdir. Buna görə biz ondan gördüyü işdən nə isə çıxırıq. Yəni nədənsə məhrum edirik, nəyə icazə vermirik, qoymuruq. Bu olacaqdır artıq negativ cəzalandırma. Bir sözlə bu şəkildə ayırd edirsiniz ki, əgər şagirdin davranışından tutaq ki, yaxşı davranışı və ya pis davranışı fərqi yoxdur. Nə isə əlavə edirik, artırırıqsa bu pozitivdir. Nə isə çıxırıqsa, məhrum ediriksə və yaxud da əksildiriksə, bu negativdir. Negativ mükafatlandırma və yaxud da negativ cəzalandırma. Bu olacaqdır Skinner nəzəriyyəsi. Əsas bilməli olduğumuz budur. Adətən də belə cümlələr şəklində düşür. Məsələn, müəllimin istifadə etdiyi tutaq ki, pozitiv cəzalandırmaya aid bir nümunə verir. Biz onu seçməliyik və yaxud da situasiyaya uyğun hansı negativ cəzalandırmadır, buna uyğun variant tapmalıyıq və s. bu və ya bu digər bu tipli. İndi məsələn, müəllimlər nümunələr çəkək. Tutaq ki, məsələn, uşaq müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirir, hər zaman dərsdə məsuliyyətlidir və müəllim istəyir ki, bu zaman mükafatlandırmadan istifadə etsin. Bunu həm pozitiv, həm negativ edə bilər. Əgər məsuliyyətli şəkildə tapşırıqlarını yerinə yetirən şagirdə müəllim tutaq ki, tərifləyirsə, ona bir tərifnamə verirsə və yaxud da ona bir kiçik hədiyyə alıb verirsə, ona nə isə əlavə etmiş oldu bu davranışa. Bu olacaqdır pozitiv gücləndirici və ya pozitiv mükafatlandırma. Əgər şagird bu müsbət davranışı göstərib, mən düşünürəm ki, mənim uşağım onsuz da mütəmadi olaraq tapşırıqları yerinə yetirir. Eybi yoxdur, həftə sonu verdiyim əlavə tapşırıqları etməsə də olar. Uşağa deyirəm ki, həftə sonu əlavə verdiyim, tutaq ki, sinifdən xarici oxunu sən etmə. Bu zaman onun hərəkətindən nə isə çıxdım, əksiltdim. Bu olacaqdır negativ mükafatlandırma. Və yaxud da ki, uşaq ev tapşırıqlarını vaxtında məsuliyyətlə yerinə yetirmir. Mən onu cəzalandırmaq istəyirəm. Əgər onun gördüyü işə nə isə əlavə edəcəyəmsə, məsələn, ev tapşırığını yerinə yetirmir, tutaq ki, mən onu dərsdən sonra saxlayıb ev tapşırıqlarını yerinə yetirməyə vadar edirəm. Nə isə əlavə etdim işinə. Bu olacaqdır pozitiv cəzalandırma. Əgər mən onunla nə isə əksildirəm, məsələn, ev tapşırıqlarını yerinə yetirmədiyi üçün həftə sonu gəzintiyə gedəcəyik, mən onun gəzintidə iştirak etməsinə icazə vermirəm. Bu oldu, nə isə çıxdığım, əksiltdiyim üçün uşağın tutaq ki, iştirakına imkan vermədiyim üçün olacaqdır negativ cəzalandırma. Deməli, nə isə artırırıq, olur pozitiv mükafatlandırma və ya pozitiv cəzalandırma, nə isə çıxırıq, əksildirik, olur negativ gücləndirici və yaxud da negativ cəzalandırma yolları. İndi müəllimlər, mən istəyirəm elə buradan istə-istə də suallar verim. Fazilə müəllim, tutaq ki, ev tapşırığını, ev tapşırığından baş fərqli olsun. Məsələn, həftə ərzində nizam-intizam qaydalarına riayət edən şagirdə həftənin şagirdi titulunu verirəm. Bu hansına aiddir? Pozitiv mükafatlandırma. Sağ olun, doğrudur. Uşaqlar. Və yaxud da ki, Firuzə müəllim, tutaq ki, mən belə deyim də, dərsə mütəmadi şəkildə hazır gələn tutaq ki, uşaqların valideynlərinə deyirəm ki, onların valideynləri valideyn iclasına gəlməsə də onlar, onsuz da uşaqlar dərslərdə mütəmadi və fəal şəkildə iştirak edir. Bu hansına aiddir? Negativ cəzalandırma ola bilər. Negativ cəzalandırmadır məncə. Mən biləm.
Samirə müəllim, bəs siz cansıdır? Məncə neqativ mükafatlandırmadır. Bəli, neqativ mükafatlandırma. Axı qeyd etdim ki, bu uşaq vaxtında dərsə gəlir, tapşırığını yerinə yetirir, nizam-intizamda və s. Yəni bu artıq mükafatlandırmadan söhbət gedə bilər. Mən ona, yəni valideyninin tutaq ki, dedim, gəlməsə də olar. Nə isə etdim? Bəli, ona görə də Firuzə müəllim, Samirə müəllim də qeyd etdiyi kimi bu olacaqdır, deməli, neqativ mükafatlandırma. Könül müəllim, tutaq ki, mən deyirəm ki, uşaq dərsə gecikir və mən şagird qapının ağzında saxlayıram. Bu nə olacaqdır? Yəni qapının ağzında bir 10 dəqiqə əlavə dayanır. Əlavə dayanır. Bunda pozitiv cəzalandırma olar. Bəli. Aha, yaxşı. Tutaq ki, uşaq sinifdə qeyri-etik sözlərdən istifadə edir. Mən ona tərbiyə mövzuda essə yazdırıram. Əlavə bir iş verirsiniz. Cəzalandırma, pozitiv cəzalandırma. Bəli, pozitiv cəzalandırma, doğrudur. Zeynəb müəllim, uşaq tutaq ki, belə deyək də, qaydaları, sinifdə qoyulan qaydaları pozur və mən onun adını bir həftə ərzində şərəf lövhəsindən götürürəm şərhini. Adını silirəm, şərhini götürürəm. Neqativ cəzalandırma. Bəli, neqativ cəzalandırma, doğrudur. Günel müəllimimiz bu gün yoxdur. Deməli, Lalə müəllim, Əhmədova. Tutaq ki, uşaq sinifdə qrup işi zamanı səssizliyə riayət etmir, əlavə səs-küyə səbəb olur. Bunun üçün də mən onu rollu oyundan çıxardıram adını. Neqativ cəzalandırma. Bəli, neqativ cəzalandırma, doğrudur. Sevinç müəllim, uşaq dərsə hazırlıqlı gəlir. Mən deyirəm ki, sən yəni digər uşaqlardan mövzunun izahını tələb etsən də, həmin uşaqdan mövzunun izahatını almıram, istəmirəm. Mən sualı başa düşmədim. Dərsə uşaq bugün hazır gəlib, o suallarımın hər birinə cavab verib. Digər uşaqlara tapşırmışam ki, mövzu ilə bağlı tutaq ki, mövzunu öz sözlərinizlə izah edin. Həmin şagird isə şifahi cavab verdiyi üçün, mən deyirəm, sən yazmasan da olar. Neqativ mükafatlandırma. Aha, bəli, neqativ mükafatlandırma. Tutaq ki, deyirəm ki, bəs uşaq ev tapşırığını etmir, əlavə tapşırıq verirəm mən ona. Əlavə edirəmsə pozitiv cəzalandırma. Aha, bəli, pozitiv cəzalandırma, doğrudur. Yusufova Lalə müəllim, uşaq yarışda getdi, qalib gəldi olimpiyadada, mən ona diplom təqdim edirəm. Bu pozitiv mükafatlandırma. Aha, doğrudur. Yaxşı. Tutaq ki, uşaq belə sinifi texnologiya dərsində zibillədiyi üçün tapşırıram ki, bütün sinifin kağızlarını təmizləsin, o yığsın dərsdən sonra. Olur neqativ, yox, pozitiv cəzalandırma. Sağ olun. Bəli, pozitiv cəzalandırma, doğrudur. Gülnarə müəllim, uşaq deməli məktəbə telefon gətirmək olmaz. Uşaq məktəbə telefona gətirir, telefondan istifadə edir. Mən onun telefonunu alıram və valideynini çağırıram. Burada nəsə çıxılır da, burada neqativ cəzalandırma. Belə, yox, əslində mən burada telefonunu əlindən alıram, valideynini çağırıram. Yəni ondan nə isə Aldıq, amma valideyndə aldım deməyim, yaxşı, qarışdırıram. Əslində bu aldım deməyim deyəndə aldım da adı olur. Mobil telefonlu uşağın, yəni valideynini çağırıram, valideyni ilə fərdi söhbət edirəm bu barədə. Bunda cəzalandırmada biləsə də əlavə elədir, valideyn əlavə elədir, sonra pozitiv cəzalandırma. Bəli, pozitiv cəzalandırma. Amma mən fərdi başa düşürəm, yəni çox rəngli nə qədər neqativ olar ki, çox rəngli də ondan. Bəli, tutaq ki, götürürəm, ümumiyyətlə vermirəm, onda olacaqdır neqativ. Amma valideyni əlavə olaraq çağırıramsa pozitiv olacaqdır. Valideyn əlavə olursa, bəli, o zaman pozitiv. Məsələn, bir şey əlavə olur. Yaxşı, belə deyək, uşaq tutaq ki, verilən tapşırığı hamıdan tez yerinə yetirdi. Mən ona əlavə testlər vermirəm artıq. Neqativ, amma mükafatlandırma. Aha, bəli, neqativ mükafatlandırma. Dərsdə fəal iştirak etdiyi üçün təşəkkür edirəm. Bunda
burada nəsə əlavə olundu bura, pozitiv mükafatlandırma. Aha, bəli, doğrudur. Bəli, pozitiv mükafatlandırma. Aysel müəllim, siz qalmısınız bircə. Bir də Samirə müəllim. Sizə vermədim, düzdürmü? Yoxsa Samirə müəllimi verdimmi? Bircə Aysel müəllim qalıb. Aysel müəllim, tutaq ki, uşaq dərsdə nə qədər dedik? Uşaq tutaq ki, müzakirə zamanı daha fəal olduğu üçün, daha doğrusu uşaq mütəmadi olaraq layihə işlərində daha aktiv fəal olduğu üçün mən onu layihənin lideri seçirəm. Pozitiv mükafatlandırma. Bəli, pozitiv mükafatlandırma doğrudur. Tutaq ki, uşaq dərsdə danışır. Mən ondan tələb edirəm ki, sinifdə hamının qarşısında tutaq ki, qaydaları mənə təşrih etsin. Pozitiv cəzalandırma. Sağ olun. Bəli, pozitiv cəzalandırma doğrudur. Bir dənə də deyim sizə. Tutaq ki, uşaq deməli yenə qeyri-etik cümlə sözləri işlədir sinif yoldaşlarına qarşı və mən onu həftə sonu sinif tədbirindən azad edirəm. Bunda negativ cəzalandırma. Bəli, bunda olacaq negativ cəzalandırma. Burası operant şərtlənmə, ümumiyyətlə negativ, pozitiv hissələri aydın oldu mu müəllimlər? Çünki bu əsas elə bu formada düşür və bizə keçən illərdə biz müəllimlərimizdən biri bu hissədə səhvə yol vermişdi, ingilis dili müəllimi, negativlə pozitivi qarışdırmışdı. Mən də gəlir bu hissə aydın oldu və inşallah ki, qarışdırmarıq. Deməli, operant şərtlənmədən danışdıq, qeyd etdik. İndi burada testlərdə bizə lazım olacaq bir neçə əsas nüans var, onu da qeyd edək ki, biz məktəbdə tutaq ki, nəyi edə bilərik? Müəllimlər, əgər biz ümumiyyətlə başa düşməliyik ki, birinci növbədə müəllim olaraq, şagird hər hansı bir davranış göstərirsə, bu, o müəyyən bir şəraitin nəticəsində onu göstərir və arzu olunan davranışı əldə etmək üçün biz həmin şəraiti dəyişdirməliyik. Və yaxud da ki, əgər istəyiriksə ki, şagird etdiyi hərəkəti bir daha təkrar etməsin, bu zaman həmin davranışın təkrarlanmaması üçün pozitiv gücləndiricidən və yaxud da ki, belə qeyd edim, daha doğrusu daha yaxşı davranış göstərmişdirsə, pozitiv gücləndiricidən, mənfi davranış göstərmişdirsə, yenə də pozitiv cəzalandırmadan istifadə edək ki, təkrarlanmasın həmin hallar və arzu olunan davranışlara çevrilsin zamanla. Eyni zamanda, yəni belə bir, yəni burada diqqətli olaq bir də, əgər şagird, tutaq ki, dərs zamanı ona maraqsız gələn, yəni yerinə yetirmək istəmədiyi, ona çətin gələn materiallardan istifadə etməkdə çətinlik çəkirsə və yaxud da həmin mövzunu başa düşməkdə çətinlik çəkirsə, verilən tapşırıq ona çətin gəlirsə, biz bunu həmin şagirdi motivasiya etməliyik və motivasiya etmək üçün mükafatlandırmadan da istifadə edə bilərik. Tutaq ki, sən bu tapşırığı yerinə yetirsən, sonda tutaq ki, belə edəcəyəm səni, tutaq ki, 5 dəqiqəlik simuliyasiyada müəllim rolunda olacaqsan. Yəni, biz istəyiriksə ki, şagirdi arzu olunan davranışa doğru yönəldək, təşviq edək. Özümüz, yəni o şagirdin davranışını gözləmədən şagirdə pozitiv gözləntilər və ya pozitiv gücləndiricilər qoymalıyıq. Sonda mükafatlandırma qoymalıyıq ki, bu hərəkəti əgər etsən, bu davranışı göstərsən və yaxud da sən mütəmadi olaraq tutaq ki, səs-küyə yol verməsən, sinif qaydalarına əməl etsən və s. bunu edəcəyəm sənə. Belə, bu oldu bizim operant şərtlənmə nəzəriyyəmiz. İndi